Salamlar. Azərbaycan Öğrenci Hərəkatı Azov Təşkilatı adına siz əziz yoldaşlara bu tədbirdə iştirak etdiyiniz üçün təşəkkür edir, minnətdarlığımızı sunuruq. Bildiyiniz kimi Orta Doğuda yer alan, amma dünyaya terror və terrorçu göndərməklə məşğul olan İran hökuməti çox çətin günlərin yaşamaqdadır. Ekonomik fəlakət, ölkə içi siyasəti ilə bağlı gündəlik böhranlar və ölkə dışı siyasəti ilə bağlı hər gün artıran beynəlxalq baskılar artıq bu qeyri-insani davranışlara məşğul olan hökuməti çox pis duruma salmışdır. Artıq İran adlanan ölkədə farsılığa qulluq edən bu hökumətin bir seçeneği vardır, dəyişilməlidir. Keçmişdə dəfələrcə İranda devrim adına olan olaylarda Türk millətinin itkiləri olmuşdur. Adda demokrasi, amma əslində sömürgəçiliyə qulluq edən bu düşüncələr, örnek üçün 1946-cı ildə 10 minlər insanımızı şəhid edən düşüncələr əllərinə yenə güc keçirsə, bəlkə o dəhşətli günləri təkrar bizə yaşatsınlar. Və elə bəhs bu səbəbdən dolayıdır ki, Güney Azərbaycan Milli Hərəkatı hər zamandan daha ayıq olmalıdır. Artıq millət adına, vətən uğrunda birlik zamanı çatmışdır. 100 il kimi anılan, sərvəti talanan və toprağı parçalanan millətin haqqımı alacağam səsini kimsə bastıra bilməz. Güney Azərbaycanda yaşayan Türk milləti təmsil edən Güney Azərbaycan Milli Hərəkatı dəfələrcə gücünü sərgiləyib, yenə də sərgiləyəcəkdir. Millətin azadlığı üçün bütün çətinlikləri cana alır, yolun sonuna qədər varıq və savaş alnımıza yazılıbdır. Hər zamanki andımızı təkrarlayaraq, Güney Azərbaycan siyasi quruluşların əməkdaşlıq platformunun işə başlamasını qutlayır. Siz əziz yoldaşlara bu tədbirdə iştirak etdiyiniz üçün təkrar təşəkkür edir, minnətdarlığımızı sunuruq. Bu bir başlanğıcdır. Yaşasın birliğimiz, yaşasın Azərbaycan. Salamlar əziz və hörmətli soydaşlar və dəyərli iştirakçılar. Təəssüflə bu günləri sizlərin aranızda ola bilmədim, amma hər halda bu vasitə ilə Amerika Birləşik Dövlətlərin başkəndi Washington DC-dən sizləri salamlayıram. Bugün çox sevindirici bir gündür ki, Güney Azərbaycanın bir sıra təşkilatları bütöv Azərbaycanımızın istiqlalını təmsil edən Bakı şəhərində bir araya gəliblər və öz işbirliyi platformunu elan edirlər. Bu, hər açıdan baxdığımızda çox anlamlı və əhəmiyyətlidir. Şükürlər olsun ki, Güney Azərbaycanda xalq hərəkatı və Azərbaycan Milli Hərəkatı günü-gündən güclənir və artıq Azərbaycan insanı orada öz kimliyinə, öz türklüyünə, öz Azərbaycanlılığına vaqifdir və xəbərdar olubdur. Və artıq İran və İranlılıq Azərbaycanlıların yanında hər hansı bir anlam daşımayır. Və eyni zamanda İran rejiminin durumuna baxdığımızda orada iqtisadi vəziyyət, işsizlik, bahalıq, korrupsiya artıq rejimi dizə çöktürmüşdür. Və bununla bərabər dünya ictimaiyyəti tərəfindən, özəlliklə Amerika Birləşik Dövlətləri tərəfindən və İranın güstahcası Orta Doğunu bir-birinə vurmaqdan dolayı uyguladığı ambargo və sanksiyalar İran rejiminin nəfəsini tükətmişdir. Bu məsələlərin hamısını nəzərdə aldığımızda görürük ki, Fars mərkəzli və Fars mehvərli opozisyon qrupları indidən çalışır ki, özlərini İranın gələcəyinə bir alternativ kimi dünyaya təqdim etsinlər. Biz onları yaxşı tanıyırıq. Biz bilirik ki, xalq müzahidlər və yaxud istər səltənətçilər eyni İran-İslam rejimi kimi Azərbaycanlılara müxalif və qarşıdırlar və onlar hətta belə Azərbaycanlıların türk olduğunu, kimliyini belə qəbul etmirlər. Və hər hansı bir durumda onlarla indiki rejimin heç bir fərqi bizə yoxdur. Bəlkə də demək olar ki, hazırda xaricdə olan İran Fars mərkəzli opozisyonları daha təhlükəlidirlər. Bunların hamısını nəzərdə aldığımızda biz Azərbaycan Demokrat Partisi, Güney Azərbaycan Demokrat Partisi, Güney Azərbaycan Öğrenci Hərəkatı və Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq bu qərara gəldik ki, artıq bu həssas tarixi şəraitdə bir araya gəlməmiz lazımdır, işbirliyimiz lazımdır, bir-birimizlə yan-yana olmamız lazımdır.
Bu üçün bizim hazırlığımız olmasa İranın rejiminin dediyim kimi yəni çökməsi qaçılmaz bir məsələdir. Və biz özümüzü indidən gələcəyə, indidən gələcək durumlara hazırlamalıyıq və onun üçün də Azərbaycan siyasiləri və Azərbaycan siyasi təşkilatları bir arada olmalı, özəlliklə pratik sahədə, özəlliklə əməldə biz işbirliyi içində olmalıyıq. Artıq Güney Azərbaycan məsələsi sadəcə Güney Azərbaycanda yaşayan insanların məsələsi deyil, bəlkə bu bütöv Azərbaycanımızın məsələsidir. Bütöv Azərbaycanın ən böyük hissəsi olan Güney Azərbaycan bu günləri əsarətdədir, bu günləri sömürgə altındadır və artıq Azərbaycan gənciliyi quzeydə yaşayan qardaşlarını 10 milyonluq müstəqil dövləti olan Azərbaycanlıları görür və quzeydə dalğalanan al bayrağımız güneydəki gəncliyin ilham qaynağıdır. İnşallah ən yaxın gələcəkdə bu al bayrağımız Təbrizin səmasında da dalğalanacaq. Yolumuz çox ağır, çox çətindir. Amma Azərbaycan gənciliyi, Azərbaycan insanının iradəsi hər şeyə qadirdir və bunu zaman-zaman tarixdə biz göstərmişik. Biz onlarca imperator dövlətlər qurmuş bir millətin evlatlarıyız. Demək, biz çox böyük işlərə, çox böyük dövlət qurmaqlara yetənəyimiz və ləyaqətimiz var. Yetər ki, özümüzə, öz iradəmizə, öz tariximizə inanaq və bir-birimizlə yan-yana duraraq rejimə qarşı, müxalifətə qarşı sadəcə Güney Azərbaycan, sadəcə bütöv Azərbaycanımızı qorumaq üçün və bütöv Azərbaycanımızı bərpa etmək üçün Güney Azərbaycanımızı dərhal bu əsarətdən qurtarmalıyıq. Orada bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur. Məni dinlədiyiniz üçün hər bir tək-təkinizdən təşəkkür edirəm. Çox sağ olun.